ki print 9 qalıq -5. İndi burada necə yazacağıq? Bizdə burada A, bax yazıram. A bərabər olacaq nəyə? İndi burada mən qalığı tapmaq üçün burada R qalığı bildirir. R qalıq. Düzdürmü? Burada mən R'i tapsam, düz durum necə olacaq? A çıxaq B vurulsun 2 olacaq. Düz deyil. Burada da A'm bərabərdir mənim 9-a. B'm bərabərdir 5-ə. Yəni -5-ə. -5. Arası öldürdün. Sonra Q də nədir burada? Q də odur ki, A'nın B'yə bölünməsində alınan tam hissə. Yox, -2. İndi gəldik. Gələk bunu. İndi biz birinci, ümumiyyətlə 9-u 5-ə böləndə qalıq 4 aldıq. Yəni müsbətindən söhbət gedir ha. Müsbətindən söhbət gedir. İndi biz bunu normal şəkildə print 9 çıxaq 5 yazsam, bax buradakı qoyduğum yerinə, düzdür? Vuraq. Bəs mən bunun elə bir ki, bircə saniyə. Gəlsəm 9 çıxaq 5 vurulsun. 9-un 5-ə bölünməsində alınan tam hissə. İndi bizə bu nə verəcəkdir? 9-u 5-ə böləndə nə düşür? 4. Tam hissə 1. Düzdür? Yox da, mən hələ başqa bir şey izah edeyim, sonra gələcəm. Bunu izah edeyim sənə, sonra gələcəm mənfilərə. Yaxşı. 9-u 5-ə böləcək, neçə düşəcək? 1 tam hissə. 1-i də 5-ə vuranda 5, 9-dan da 5 çıxanda qalığım 4 alındı. Düzdür? İndi burada necə gedəcəm? İndi burada 9-un 5-ə bölünməsində. Burada da eyni. Yazacağım print 9 çıxaq -5 vurulsun. Bu 9 bölünsün. Tam hissə -5. Obşi mörtəzəni də bağladım. Düzdür? 2 vurulsun -5. Aysa, bu 9-da 5 düşmə. 9-u 5-ə böləndə qalıq -4 düşmədi. Yoxsa 4. Qalıq yoxsa? Tam hissə. Tam bölü. Tam bölmədə, tam bölmə. Neçə düşəcək? -2. Aysa. İndi 5-ə vuranda nə eləyəcək? 10. 9 çıxaq 10 nə verəcək? -1. Yəni qalıqların hesablanması müsbətlərə görə bu şəkildə, yəni müsbətlər asandır. Qalıqları da elə bir dənə bax bu hissəni -5-i onsuz da ona görə mən birincidən onu yazdım ki, 9-u -5-ə böləndə, -9-u müsbət 5-ə böləndə elə bildiyiniz kimi ədəd oxu üzərində özündən böyüyü olan belə deyim ki, 9-a böləndə -2 tam hissəni bildik. 9-dan böyük 10-dur. Onu 5-ə böləndə 2 düşür, mənfisin qabağına yazırıq. Bu -2-nin də sadəcə olaraq burada da -B. Bax bu düsturda, hanı? Ay, sağ ol. B-in -5-dir deyə, -5-i yazıram. Ondan da 9-un çıxanda -1. Yəni qalıqlar bu şəkildə hesablanır. İndi gəlin mən sizə bir başqa sual verim mənfiyə görə. Onu yazasın. Aha. İndi yaxşı. İndi gəlin -9-u biz 9-u -5-ə böldük. -9-u 5-ə böləndə qalığınız nə qalacaq? -9-u 5-ə böləndə. Aha, baxın. Yəni ən gözəl bu düsturdur mən yazdığım.
Və müsbət 1 qalmır. Bəli. İndi necə yazdın? Onu da yazaq. Və mənfi 9 çıxılsın. Aha. 5 vurulsun. 5 aha, çıxılsın. 5 vurulsun. Mənfi 9 tam bölək 5. Ay, sağ ol. Aha. Tam böləndə 5-ə eləyir mənfi 2. Mhm. 5-i də 2-yə Mənfi vuralım. 2-ni 5. Mənfi 2-ni mənfi 5-ə vuranda edir müsbət 10. Mhm. Mənfi 9 onda müsbət 10 edir müsbət 1. Ay. İndi yaxşı, gəlin. Bu hissi buradan yazacağım ki, qarışdırmayın. Məlumatda o mənfi 9 ilə 5-in fərqi yoxdur. Elə. Yəni mənfinin də şeyə böləndə mənfi 2 düşür qismətlər. Yo, əsas bax bu hissədədir. Söhbət bu hissədə. Bir də bu 5-in mənfi müsbət olmasındadır. Yəni mənfilərdədir söhbət. Ki işarəni dəyişir. İndi mənfi 9-u mənfi 5-ə bölsəm neçə alarsınız? 1. Yox, deyil. Qətt ol. Deyil. Mənfi 4. Elə mənfini mənfiyə tam böləndə müsbət eləmir, onsuz da müsbətin götürək bəlkə də 1. Hə, olsun nə olmur ki? Onsuz da müsbət eləyəcək. 1. Mənfi 5, mənfi 9 da gəlir 5, mənfi 4 qalır. Hə.